Gəldiniz? Hamı gəlib? Bəli. Gəlmə yoxdur. Deməli, bugün yenə bu növbəti dərsimiz layout olacaq. Layout səhifə düzəni deməkdir. Biz bunun çoxunu elə keçdik. Printerdə keçdik. Gəlmə də gəlsin. Neyse, mən başlayayım. Birinci layout tabının page setup əmrlərini öyrənəcəyik. Bu bizə nə deyir? Bu bizə deyir ki, səhifə düzəni, page setupda səhifəni düzəltmək. Məsələn, printer zamanı printerdən əvvəl çap görünüş rejiminə baxdıq. Həmin pəncərədə yenə də bu yaratdığımız sənədi çapa göndərməmişdən əvvəl düzənləmək lazımdırsa bura müraciət edəcəm. Birinci biz printerdə demişdik ki, emergency əmri sənədin kənar boşluqları deməkdir. Kənar boşluqlar təyin edir sənədə. Yəni standart forması normaldır. Normal yazılan, baxın görürsünüzmü? Aşağı, yuxarı, sağ, sol boşluğunu bizə 2,54 sm göstərib. Yəni bu bizim sənədimizin standart kənar boşluğu deməkdir. Və biz kənar boşluğu buradan xəttkeşdən də təyin edə bilərik. Baxın, yuxarı iki tərəfli oxu xəttkeşi boz ağ sahəsində iki tərəfli oxu tuturam aşağı yuxarı çəkməklə mən bunun kənar boşluğunu, sənədin kənar boşluğunu təyin edirəm. Emergency də buna mənə onu icazə verir ki, buradan istədiyim standart rəqəmlərlə, göstərmiş rəqəmlərlə sənədin kənar boşluğunu təyin edim. Custom emergency-yə daxil olanda mənə belə bir dialoq pəncərəsini aktiv edir. Yəni istiqamətini dəyişə bilərəm, sonra aşağı-yuxarı boşluğunu təyin edə bilərəm sənədimin. Bu dialoq pəncərəsində təyin etmək üçün verilib. Bu dedik ki, emergency kənar boşluqlar normalsa hər zaman normal kənar boşluq deməkdir. Sənədin standart kənar boşluğu. Gəldik məsələn, növbəti orientasiya biz demişdik ki, print pəncərəsində orientasiya nə idi? Sizcə? Printdə izah elədimi? Vərəqin istiqaməti. İstiqamət baxımından vərəq iki cür olur. Bir A4 formatında, bir də ki, albom demişdik də, düzdürmü? Gələk bir dəfə klikləyək, görək bizə hansı istiqamətləri verir. Bizə verir ki, portret A4 formatını və landscape isə albom formatını təqdim edir. Bir dəfə klikləsək, istiqamətini dəyişmiş olacaq. Gözləyək. Aha, görürsünüzmü? İstiqamətini dəyişir. A4-ü böyütmür, enlətmir. Sadəcə istiqamətini dəyişir. Belə. Standart orientasiya isə portretdir. Artıq bunu dəfələrlə qeyd etmişik və bilirik. Düzdürmü xanımlar? Aydındır? Bəli. Gəldik deməli nəyə? Gəldik size ölçü deməkdir də. Bildiyimiz kimi nəyin ölçüsü? Vərəqin ölçüsüdür. Hal-hazırda üzərində iş apardığım, mətn yazdığım vərəqin ölçüsünü buradan götürüb təyin edə bilərəm. Yəni bunlar məktub forması var, tabloid forması var, sonra məsələn A3 formatı var. Hansını istəyirsinizsə götürüb bu oxla da aşağı düşsə müxtəlif növləri var. İndi çap vərəqinə baxır. Menyu çap edirsinizsə, sertifikat çap edirsinizsə, təltifnamə çap edirsinizsə, oradan ölçüsünü onun müəyyən etməyiniz lazımdır. Biz bunu dedik ki, print pəncərəsində də keçirik. Bu more page size hissəsindən siz istədiyiniz məsələn A4-dü göstərir ki, uzunluğu bu qədər, enliliyi bu qədər, yoxsa daha çox enliliyini artırıb, uzunluğunu artırıb müəyyən bir vərəq yarada bilərsiniz. Təsdiq də etsəniz,
Həmin o verdiyiniz ölçüdə bu vərəqi görəcəksiniz. Əlbəttə ki, bizim üçün yazılmış sənədlərdə çap zamanı istifadə olunan standart A4 ölçüsüdür. Columns nədir? Səkinə xanım bunun haqqında bizə nümunələr yazıb göndərmişdi. Çox sərgəli formada. Columns mətnin sütunlara bölünməsidir. Səhv eləmirəmsə göndərmişdi. Səhv eləyirəmsə üzürlü sayın. Bəli, Göndərmişdiniz bəli, onu. göndərmişdim. Bəli. Bəli, göndərmişdim. Sadəcə başlıq kolumsu böləndən sonra başlığı da düşürdü bir səhifəyə. Yəni başlıq formasında qalmadı da. Onu sizdən soruşurdum ki, niyə yəni ilk bölünmüş hissəyə düşür, bir tərəfinə düşürdü başlığı? İzah elədim onu sizə mən. Xeyr, eləməmişdiniz. Bir dənə deyin baxım görüm nədir? Elə bil ki, iki hissəyə bölünüb səhifə. Mən bölmüşdüm, testlər yazmışdım. O testin adı var, başlığı. O başlıq da bölünmüş iki hissənin bir tərəfinə düşmüşdü də, Belə başlıq eləmək formasında istəyirdiniz. qalmadı. Baxın, belə eləmək istəyirdiniz. Yəni başlıq qalsın, bəli, sonra iki hissəyə ayrılsın. Deyək ki, bu başlıqdır da, qalıb iki hissəyə ayrılıb. Bunun üçün baxın, seçilmiş hissə var da. Deyək ki, gəlin bunu başlıq kimi təyin edək. Başlıq dediyim bir cümlə idi, başlıq yoxsa belə abzas idi? Bəli, bir cümlə idi. Bir cümlə idi. Bunu başlıq kimi gələk təyin edək. Deyək ki, bu bizim testimizin başlığıdır. Word-ə başlıq kimi tanıtmaq üçün mən özüm başlıq yarada bilərəm. Böyüdərəm, rəngini dəyişirəm, olar başlığım. Amma standart başlığa heading 1 deyəcəm ki, Word bunu başa düşsün ki, bu mənim sənədimin yəni özüdür, öz başlığıdır da. Başlıq təyin etmişəm. Həmin hissəni seçirəm. Seçəndən sonra gələcəm column deyəcəm. To, məsələn, ikili. Görürsünüzmü? Seçmək lazım imiş də, düzdürmü? Müəllimə, bəs indi bu testi yazdıq, məsələn, 20 dənə testdir. Bəs biz o testi işləyəndən sonra seçib kolon vururuq, yoxsa elə testləri yazmadan öncə iki hissəyə ayırırıq? Baxır sizin, məsələn, bizim bu şeylər var, deyirəm ki, sizə bu abituriyent hazırlığı üçün testlər var. Bəli. Orada belə bölüblər səhifəni. Baxın, gəlin yeni səhifədə mən onu sizə göstərim. Olar. Səhifəni bölüblər, mən özüm də hazırlayıram testlər. Səhifəni bölürəm, sonra yazıram. Mən də elə rahatdır, elə eləmək istəyirəm. Elə elədim, sonra başlıq da düşdü o bölünmüş hissəyə. Ona görə bilirsiniz, oranı seçmək lazımıymış. Başlığı yazdınız, yazandan sonra başlıq hissəsini saxlayırsınız, başlıq hissəsini. Və yaxud da ki, bölüb sonra başlığı da qeyd edə bilərsiniz. İndi o baxır sənədi necə yazdığınızdan. Gəlirik buradan məsələn kolumdan to dedim. Görünük məsələn onu belə bölür ikiyə. Mən indi yazmışam məsələn davam edirəm. Yazıya davam edəndə avtomatik özü böləcək, avtomatik növbəti sütuna özü keçəcək. Yəni bizim artıq heç nə etməyimizə ehtiyac yoxdur. Gördünüzmü? Avtomatik özü böldü. Mən yazı yazsam da, məsələn, yazsam. Yazacaq növbəti sətrə keçir özü. Baxın, növbəti sətrə keçir. Gəlir. Burada dayanır, növbəti sütuna özü keçəcək. Bizim heç nə etməyimizə ehtiyac yoxdur. Səhifəni iki yerə necə böldük ki? Columnsdan. Mətnin sütunlara bölünməsidir. Mətnimiz var. İndi bir dəqiqə. Bir dəqiqə mətnə baxaq. Hamısını bölüb. Mətni demirəm, səhifəni iki yerə necə bölüb? Səhifəni iki yerə Ctrl-Enter-lə. Baxın, dayanır. Device-dan sonra Ctrl-Enter keçirtdi. Görürsünüz, device-dan sonranı yeni vərəqə. Əgər ki, boş sətirdir, düzdürmü? Ctrl-Enter desəm, mənə A4 əlavə edəcək. Boş A4. Bu formada. Mətindən sonra əlavə etmişəmsə, mətin yazılıdırsa, Ctrl-Enter, mətini keçirir yeni A4-ə, belə deyim. Amma boş sahədə, boş sətirdə Ctrl-Enter mənə deyir ki, ikinci bir A4-ü yarat. Yaxşı. Burada bir də ikinci A4-ü yaratmaq vardı. Insert-dən blank page. Boş vərəq, page 1 səhifəni bölürdü. Düzdürmü?
Mən başa düşmədim. Başa düşmədim. Bax indi bu kursordan sonrakı hissədir də. Düzdürmü? Bax kursoru yerləşdirmisən. Yanır, sönür. Görürsən sən onu. Bəli, müəllim. Sən buradan gəlib page birik desən, bu updan up yazılı bir, sonranı keçirdir A4-ə. Növbəti A4-ə. Gördünmü? Keçirtdi. Və gələcəm, görəcəm ki, mətni kursordan sonrakı da dayanıb elə yerində. Show, gəldim page break, up keçirtdi, yuxarıda da, yəni kursordan sonranı böldü, atdı. Həmin abzası da keçirdi ikinci A4-ə. Buracan aydındır. Hə? Pərvin aydındır. Biraz qarşılıqlı da işləyək, alınmasa Yox, göstərəcək. qarışıq deyil. Burada qarışıq heç nə yoxdur. Sign-in-dən sonranı keçirtmək istəyirsinizsə ikinci A4-ə siz bunu page birikdən edəcəksiniz. Keçirtdim ikinci A4-ə, düzdürmü? Hə, tamam. Mənə indi bir yazmışam. Buradan mənə ikinci A4 lazımdır. Ağ A4. Blank page deyəcəksiniz. Mən görürsüm ağ A4-ə əlavə edir. Siz gəlib boş sahədə, boş sətirdə page birik desəniz də ikinci A4-ə əlavə edəcək. Hə, tamam. İstədiyimiz cümləni keçirmək üçün page break edək. Cümləni istəyirəmsə page break-dir. Boş səhifə istəyirəmsə boş sətirdə, boş sətir. Görürsünüzmü? Boş sətir. Blank page də deyə bilərsiniz, page break də deyə bilərsiniz. Amma siz kursordan sonrakı bunu keçirtmək istəyirsiniz o birisi A4-də, o birisi səhifəyə. Onda page break deyəcəksiniz. Klaviatura qısa yolu Ctrl Enter'dir. Ctrl Enter növbəti səhifəyə keçidi təmin edir. Boş sətirdirsə, diqqət eləyin bu cümləmə, boş sətirdirsə yeni A4 əlavə edəcək. Tamam, başa düşdüm. Deməli, layout-a gəldik. Layout-da bizdə dedik ki, columns mətni sütunlara bölür. Mətni sütunlara bölür. Bunu rekord edirəm. Bəli, edirəm. Columnsdan dedik ki, burada mətnin sütunlara bölünməsi var. Sağdan, soldan. Bax, bunu məsələn qəzetlərdə falan görmüşük. Sağa daha çox meyilli bölgünü görürsünüzmü bu formada? Broşürlərdə falan, sonra adı nədir? O jurnallarda falan görürük. Məsələn, columnsdan gələcəm. Bu itunu görmüşük. Gözümüz daha çox 2 dənəlini görüb bizim. Məsələn, mən buradan indi məndə arasına xətt əlavə olunmaq lazım olur da. Testlərdə falan görmüşük ki, arasına xətt əlavə olunur. Bunun üçün nə edəcəyik? More columns hissəsini görürük də burada, düzdürmü? Columnsdan, daha doğrusu columnsdan gələcəm more columnsa. Burada line between əmri var ki, açılan pəncərədən. Line between deyir ki, arasına xətt əlavə et. Bu. 2 dənə, 3 dənə sütuna böl, say göstərir buradan sütuna böl. Gəlib təsdiq edəndə göstərdiyimiz sütun sayı qədər bölür və arasına da həmin o xəttini əlavə edir. Yaxşı. Mən elədim, mən də xətt əlavə eləmədim, geri böldüm. Böldü. Gəlin indi bura, layout-a gəlin. Layout-dan columnsdan more columns-a keçid edin. Elədim. Orada line between gördünüz, line between əmri. Bəli. Bir dəfə klikləyin o line between-i. Tamamdır. Oldu. Bəli. Deməli belə. Növbəti əmrimiz var. Bu indi xətti də götürmək istəyirəmsə, əlbəttə ki, bura qoyduğum kliki ləğv etmək lazımdır. Ondan sonra o xəttini ləğv etmiş olacaq.
Bu Columns'dan da çıxmaq üçün gələcək hardan aktiv etmişiksə one deyib oradan pasiv eləyəcəyik. 1x-ə gəldim. 1x səhifə bölgüsü deməkdir. Hansı ki, bayaqları müzakirə etdiyimiz prosesdir ki, bizə bu 1x page, 1x səhifəni bölür. Gördünüzmü? Kursordan sonra keçid etdi. Ctrl Z deyirəm. Bir də burada columns əmri var, onu izah edəcəm. Məsələn, 2 dənə bölgü vermişəm. Bu bölgünü deyirəm ki, bax, bu 2 dənə abzası keçirməliyəm bu sütuna. Necə keçirəcəm bunu? Sizcə 1x-dən columns deyəcəm. Kursordan sonraki həmin 2 dənə abzas burada. Ən sonda yerləşirdi, böldü, keçirdi bu tərəfə. Yaxşı. Gəldik burada, deməli, columnsdan one deyirəm. Yəni, bir bölgüyə gətirsin sənədimi. Burada line number əmri var. Line numbers əmri mənə deyir ki, sətirlərini nömrələ. Biz o nömrələmək məsələsini Homeland tabında çoxu burayla səhv salır. Bura abzasdır. Avtomatik nömrələyir, siyahıdır. Amma ki, lazım olan bütün sətirlərin nömrələnməsi üçün line between əmrindən istifadə eləyəcəyik. Həmin bu əmr sizə icazə verir ki, sətirlərinizi nömrələyəsiniz. Continuous deyəcəksiniz, nömrələdim. Və məsələn, indi buradan line numbersdən nan deyirəm. Burada continuous dedik bir-birdir. Reset each page var. Bu sizə onu deyir ki, tutalım, siz əgər bir hissə seçmişsinizsə, məsələn, klik deyirəm, mən deyirəm ki, aktiv edirəm, yenə bu nömrələdir. Hə, bu bilirsiniz nədir? O bir səmirdən qarışıq saldım, üzr istəyirəm. Bu continuous sıra-sıra nömrələyəcək. Baxın, 234 davam eləyir, 235, 234 davam elədi, 235. Amma bu əmr sizə deyəcək ki, hər səhifədə təzədən birdən başla nömrələ. Məsələn, gözləyək. Bu ekran görüntüsü hər şeyi geri qoyur. Bir dənə bunu ləğv edək. Gəlib reset each page deyirəm. Görsün, burada 43-də dayanıb, keçib növbətini 1, 2, 3 təkrar nömrələyib. Continue ardıcıllıqla birdən ta ki neçədən abzasın varsa oracan nömrələyəcək. Amma dedik ki, bu əmr bizə nə deyir? Bizə deyir ki, reset each page, yəni hər dəfə səhifədən yenidən başla nömrələ. Mənə onu deyir. Hər səhifədə ayrıcana başla nömrələ. Yeni sətrə keçəndə. Yəni, hər sətri yenidən birdən başla nömrələ deyir mənə. Gəldik, bu nədir? Bu isə mənə seçilmiş hissəni nömrələmə deyir. Bir dəqiq indi bunu yenə nan edim. Məsələn, mənim seçilmiş 2-3 dənə abzasım olsun. Gələcəm bir dəfə buranı section'dan aktiv edəcəm. Aktiv etdim. Ay Allah da. Buranı niyə belə eləyirsən ki sən? Aktiv elədim. Sən o continuous deyəndə. Bir dəfə bunu kliklədik. Aha. Artıq deyirəm ki, məsələn, bu abzasları nömrələmə. Gələcəm mən buradan continuous deyəndə seçdiyim abzasları nömrələməyəcək. Əmrə baxaq, hansı əmr idi? Baxın, əmr aktivdir. Yəni, deyirəm ki, seçilmiş hissəni səhifə nömrəsi əlavə etmə seçilmiş hissəyə. Həmin əmri aktiv etməliyəm. Etdikdən sonra continuous deyirəm. Seçilmiş hissəni artıq seçilmiş hissəni nömrələməyəcək.
Bəli, mən də buldum. Bəli, gəldik növbəti nan deyək. Buna da hyphenation bilirsiniz nədir? Sətirdən sətrə keçirməkdir. Buranı indi görək sətirdən sətrə keçirəcəkmi? Məsələn, o sətirdən sətrə keçirmə söz sətrə yerləşməyəndə tire qoyub keçiriyə növbəti sətrə. Bax, həmin əmr bizə göstərir. İndi bəzən işləyir, bəzən işləmir. İşləməməyinin səbəbi sənəddə düzgün yazılışı təmin etmişik, onu göstərir. İndi görək işləyəcəkmi? İşləməsə columnsdan baxarıq. Məsələn, avtomatik deyək. Baxın, görürsünüzmü? Burada match tire qoyub inki yazıb növbəti sətirdən. Bunu təmin edir bizə. Bəzən keçmir. İndi bax, re sözünü, remoment sözünü, re yazıb moment sözünü keçirdib növbəti sətrə. Bunu təmin edir. Yəni, bəzi elmi sənədlərdə, tutalım ki, tələbələr kurs işi falan yazanda buna diqqət edirlər. Bax, o zaman istifadə olunur bu. Buyur. O zaman istifadə olunur ki, yəni sənədin rəsmiliyini özündə daşıyır da. Rəsmi sənəd görkəmində o tire işarəsinə fikir verməli. Yəni, hyphenation sətirdən sətrə keçidi təmin edəcək. Bunu da başa düşdüklə da əvvəlki formatına qaytarır. Paragraf index spacing var ki, bizim bu Homeland tabında keçirdiyi sətr arası məsafələri gətirib burada daha geniş verib. Məsələn, gələcəm left deyirəm, baxın leftdən soldan məsafəni, right sağdan məsafəni, before after özündən əvvəlki abzaslı və özündən sonraki abzasının ara boşluğunu sizin üçün təyin edir. Yenə bu da rəsmi sənədlər yazıldıqda istifadə olunan bir əmrlər qrupudur. Yəni, sənəd yazırıqsa, bura diqqət etmək lazımdır. Biz həm də bunu Home'un paragrafından da nəzər yetirirdik. Bura yadınıza düşürsə, left, right-dan, before, after-dan gəlib təyin edirdik. Və ən sonuncu length qrupumuz arrange-dir. Biz buna harda rast gəlirdik? Yadınıza düşür? Bir dənə yadınıza salın görüm, harda rast gəlirdik? Home'un axırında da var da, axtarış deyil. Yox, yox. Yadınıza salın. Keçən dərs. Bir də verə bilərsiniz sualı. Deyirəm ki, bu əmrlər qrupu var, bu əmrlər qrupu, arrange əmrlər qrupu. Dinləmədim. Biz harda rast gəlirdik? Yəni hansı lent tabında deyirsiniz? Bəli, hansı lent tabında nəyi əlavə edirdik, aktiv olurdu, onu soruşuram. Cədvəli? Yox. Yaxşı, gəlin deyim. Fiqurlar və şəkillər. Əlavədən də əlavə lent tabı açılırdı, format adlı. Həmin formatda bir dənə açılsın format. Və görürsünüzmü, arrange əmrlər qrupu. Və biz bunu layoutda da görürük. Eyni əmri position pozisiyasını təyin edirdi. Wrap text mətni düzləndirməyə kömək edirdi. Bring və send. Deyirdi ki, bring və send nə deyir? Aşağıdakı fiquru üstə, üstdəki fiquru aşağı gətirirdi. Yadınıza düşürsə, məsələn. Bunun rəngində dəyişək ki, qara. Gəldik. Ulduzu seçmişəm. Məsələn, bring üstə gətirirdi, send arxaya keçirirdi, selection əlavə etdiyim obyektin sayını göstərirdi mənə. Məsələn, bir buludu ikinci əlavə etmişsən, ulduzu 5-ci, cloud 2 seçir. Məsələn, star isə starı birinci əlavə etmişik. Bu 5 dənə nöqtəsi var, 10 deyir bu, buradakı 5. 5 nöqtədən ibarət ulduz əlavə etmişik, 10 deyir. Hide olunan, gizlədirdi, show olunan hamısını sənəddə göstərirdi. Align isə seçdiyimiz fiqurun alignını kursorunu tutub hərəkət elətdirdiyim idi. Burada rəqəmlərlə elmi formada verib, rəqəmlərlə yox, işarələrlə. Qrup demişdik ki, burada qrup passivdir. Nəyə görə passivdir? Çünki bizim qruplaşdırdığımız bir obyektimiz yoxdur.
Obyektləri qruplaşdırmaq üçün kontrolu sıxılı saxlayırdım. Birinci fiquru seçirdim. Kontrol sıxılı gedib ikinci fiquru seçdikdə qrup əmri aktiv olurdu. Qrupdan qrup halına salırdı. Bir çərçivə daxilində yerləşdirirdi seçilmiş obyektləri. Qrupdan ungrup isə qrupdan çıxardırdı obyektlərimizi. Rotate isə onları döndərməyimiz üçün istifadə etdiyimiz əmr idi. Yuxarısındakı dedik ki, oxla da rotate elətdirə bilirdik. Buradakı hara getdi? Buradakı oxla da rotate elətdirə bilirdik sənədi. Düzdürmü? Belə. Link tabımızdan da bura qədər. Bu hansı link tabımızdan keçdik? Dizaynı, layoutu, bir də fayl menüsünü keçdik. Bura qədər. Sual cavab eləyim, vaxtınız varsa.